Bax, Nizami Gəncəvi təbii ki, Avestanı da bilirdi. Məsələn, onun İskəndərnamə əsərində müğənninamə deyirlər. Hər hansı bir bəhs bir dübeyti ilə başlayırdı. Yəni iki beytlə başlayırdı. Onların birində deyir ki, ey xanəndə, sən bizə Zərdüşti kahinlərinin havacatı kimi oxu. Onlar da bilirsiniz necə oxuyurlar? Hələ indinin özündə də Zərdüşti toplantılarında onlar sözləri Bakı muğam sistemindəki kimi oxuyurlar. Əziz dinləyicilərimiz, salam, hər vaxtınız xeyir olsun. Siz Azərbaycanın ilk elmi maarifləndirici radiosu Planet FM-i eşidirsiniz. Sizinlə mənəm Nigar. Və bəli, həftənin 5-ci günüdür və bugün də zaman maşınında Nizami söhbətlərinə yer ayırmışıq. Dahi Nizami Gəncəvinin 885 illik yubileyi ilində biz Nizami Gəncəvi vəqfi ilə bərabər Planet FM olaraq zaman maşınında hər cümə gününü Nizami söhbətlərinə ayırırıq və bugün də Nizami yaradıcılığına işıq salmağa çalışacağıq sizinlə bərabər və təbii ki, bu sahənin mütəxəssisi ilə bərabər. Mənimlə həmsöhbət filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy olacaq. Firudin müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Böyük fəxrlə. Çox sağ olun. Firudin müəllim, siz Nizamini öyrənirsiniz, araşdırırsınız. Hələ də sizin üçün Nizamidə gizli qalan məqam hansıdır? Hələ də o açılmayan sir hansıdır? Bilirsiniz, Nizamini, Şeyx Həkim Nizamini təkcə Azərbaycanda yox, əcnəbi ölkələrdə də titan şəxsiyyət kimi, şair kimi araşdırıblar. Hötenin bilirsiniz ki, Şərq-Qərb divanında Nizamiyə aid xeyli səhifələr var və o da Nizamini böyük dahi kimi tanıyır. Onun deməli həmin əsərin əvvəlinə yazdığı müqəddimədə maraqlı bir söz var. Deyir ki, 6 əsr ərzində fars şairlərinin 6-sını seçiblər, qalanını qaralayıb atıblar. Mən deyir, o qaralanan şairlərdən 1000 dəfə, onlar məndən 1000 dəfə təmiz olardı. Qaralanıb atılan, təsəvvür edirsiniz. O zaman kim deyir? Alman xalqının ən böyük şairlərindən biri. İndi o mənada əlbəttə ki, Nizami çox əlçatmazdır. Nizami dünyasına girmək çox çətindir. Və Nizamini öyrənənlərin, mən əcnəbiləri xüsusən nəzərdə tuturam, o dünyaya baş vurması bir balaca çətindir. Çünki Nizami hər adama icazə vermir ki, gəl mənim dünyama daxil ol. Niyə? Çünki bilirsiniz, biz bir-birinin ancaq əlbəsələrini və görünən tərəflərini görürük də. Yəni bədəninin müəyyən hissələrini görürük. Üzdür, əldir, ayaqdır, bir də paltarlarını görürük. Amma insan buna ilə məhdudlaşmır. İnsanın 7 bədəni var da. Deyir, elə söz dedi ki, 7 qatımdan keçdi. 7 qatı nədir? Həmin o insanın bir-birinin ardıcı olan ruhani bədənidir. Fiziki bədən heç. O torpaqdan yaranıb. Amma ruhani bədən Allahın insana Adəmə üfürdüyü və onun ruh aləmini təşkil edən bədənlərdir, ruhi qatlardır. Sözüm ondadır ki, Nizami Gəncəvi, Şeyx Həkim Nizami Gəncəvi o qədər böyük ruh sahibi idi ki, onun hər bir sözü qeybdən gəlirdi və insanı adi həyatdan götürüb özü ilə kosmosa qaldırırdı. Bax, bu necə olur? Sualı mənim üçün həmişə müəmmalıdır və tədqiqlərin heç birində buna cavab yoxdur. Ona görə Nizaminin özünü əlbəttə yazdığı dildə oxumaq lazımdır. Tərcümələrin hamısı qüsurludur. Poetik tərcümələr xüsusilə daha çox qüsurludur. Sətri tərcümələrin özündə də dünyalar qədər səhvlər var. Məsələn, Nizami bunu demək istəyib, amma tərcüməçi Nizaminin bildiyi elmləri bilmədiyi üçün onu
hərfi mənada tərcümə edib. Çox qeyri-populyar fikir səsləndirdiniz siz Firidun müəllim. Adətən deyirlər ki, Nizami çox mükəmməl tərcümə olunub dilimizə. Yəni Onu kim deyir? Çox böyük səhv. Farsşünaslar onun mətni tərcüməsini təqdim ediblər bizim o dövrdə şairlərimizə və onlar Müharibədən bunu, sonra. bəli, bunu Azərbaycan dilinin qaydalarına uyğun olaraq Azərbaycan dilində tərcümə ediblər, amma Nizaminin əsas ruhunu qoruyub saxlaya biliblər. Siz isə tamam fərqli düşüncə səsləndirdiniz. Bax bu populyar fikrə qeyri-populyar bir fikir dediniz. Birislərinin öz mövqeyi var da. İndi kimisə xoşuna gələ bilər o tərcümə. Sıravi belə baxanda deyərsən ki, yaxşı tərcümədir. Amma yaxşı tərcümə deyil. Belə fakt da göstərə bilərəm. Nizami Gəncəvi birinci əsəri olan, bu barədə yazdım, böyük səs-küy oldu, sonra cavab da yazdım. Oturdular yerində, başa düşdülər ki, səhv ediblər də. Birinci əsəri bilirsiniz ki, Sirlər Xəzinəsidir. Məxzənül Əsrar. Bu əsərdə Nizami ön sözündə həmişə bilirsiniz də Nizami Gəncəvi elə bir struktur qoyub ki, bütün poemalarda ona əməl eləyib. Birinci növbədə Allah haqqında, Peyğəmbər haqqında, sonra zamana padşahı haqqında və nəhayət bu kitabın yazılma səbəbləri, sonra keçir əsərin özünə. Əslində o dövrün əsərlərinin əksəriyyətində belə idi. Yəni divan ədəbiyyatının sanki bir tələbi idi bu cür başlamaq. Özünü fəxriyə, məthiyə bu hissələr var idi. Bu epik növlərdə belə idi. Əlbəttə ki, divan ədəbiyyatının divan sistemində o yox idi. Əlifba sırası ilə qəsaid gəlir, sonra qəzəliyyat gəlir, sonra rübaiyat, məsnəviyyat, indi kimdə nə varsa da, axırda lap elə məktubat. Nəyi varsa hamısını yığırlar o bir yerə. Özü ki, hamısı da əbcəd hesabı ilə, əbcəd qaydası ilə əlifdən ta qayn hərfinə qədər düzülür şeirlər. Burada isə biraz başqadır. Burada şairin elə birinci Bismillahirrahmanirrahim sözündən sonra özü bilirsiniz ki, bütün nə yazılırsa mütləq Bismillahirrahmanirrahimlə başlamalıdır. Çünki rəhimlilər rəhimlisi Allahdan kömək istəyir, yazar. Dəxli yoxdur, istənilən bir işi başlayanda, bunu deyəndə iş avan gedir. Nizami də təbii ki, bu sistemlə yazırdı. Məsələn, fikrimiz çox qaçmasın o yanına. Mən nümunə göstərmək istəyirəm. Əlbəttə ki, şeiri deməyəcəm. Amma şeirin tərcüməsini deyəcəm. Çünki bizim dinləyicilərin qulağına rahat olsun. Nizami Gəncəvi Bəhram Şahın sifarişi ilə yazıb da bilirsiniz. Müraciətlə deyir ki, sən göydəsən. Mən bunu hardan bilirəm? Çünki bir balaca göy elmini, nücum elmini öyrənmişəm. Ona görə də Nizaminin, şeyxin dediyi sözlər mənim üçün çox aydındır. Ki, bu kişi göy elmini də çox mükəmməl bilib. Bəhram sözü Mars planetinin adıdır. Bu planet də göydə olur da, səyyarə də göydə olur. Bu demək istəyir ki, mən bu qədər zəhmət çəkmişəm sənin üçün. Sən də insaf elə, əlin cibində olsun, mənə yaxşı qonorar yaz. Qələmiyyə deyirdilər o vaxt qonarara. Bunu necə deyir? Belə açıq deyəndə biraz adam pis olar da. Şaha deyinən ki, mənə yaxşı pul verir, biraz pis çıxır. Bunu bədii demək lazım. Nizami də deyir ki, sən göylər məclisindəsən. Göydə məclisdəsən. Bəhram, Marsda, sən də göydəsən. 12 bürc var da. 12 bürcün birincisi Qoşdur. Orada Oğlaq bürcü də var, orada Buğa bürcü də var, Qoç bürcü. 4 dənə bu heyvanların ətindən kabab eləmək mümkündür. Biz əgər göydəki ulduzlara baxsaq, hamısı işıq-işıq, elə bir ki, kabab tikələridir. Biz əgər xəyalən düz xət keçirsək bunlardan, şişdəki kababa oxşayır. İndi Nizami də çox böyük, hər şeydə çox böyükdür. Eyni zamanda kulinariya sahəsində də böyükdür. Deyir ki, sən orada məclisdəsən, göylərin məclisindəsən. Yəni kabab yeyirsən də orada.
Mənə də sümüklü ətlərdən atkinən. Çünki sümüklü ətlə kabab eləyəndə sümüyün ləzzəti də ətə keçir, o daha ləzzətli olur. Yəni mənə yaxşı qanarar inşallah gələcəkdə verginə. Mən sənin itliyindən bərkdən danışıram. İtlik nədir? Niyə Nizami bu sözü işlədib? Qurani-Kərimdə yeganə ulduz adı Əş-Şira ulduzudur. Əş-Şira ulduzu böyük köpək bürcünün alfa ulduzudur. Bəli. Qoşa ulduzudur. Yəni demək o da bu ulduzla demək sultanların, şahların himayəçisi sayılır. Qoşa ulduzdur. Nizami deyir ki, mən sənin köpəkliyindən bəhs edirəm. Həmin ulduz sənə himayədardır. Mən ondan danışıram. Tərcümədə yazıblar ki, hətta sətri tərcümədə. Mən də dünyadan köçüb, xətrini də çox istəyirəm həmin alimin, böyük alimimizdir. Ona görə də efirdə demək istəmirəm. Hərçənd ki, bu barədə biraz söhbətlər oldu. Mənə hətta tənqid də yazdılar və mən də cavabını yazdım. Daha indi biz öz mövqeyimizi təbii ki, qorumalıyıq. Tərcümə edib ki, sən indi göydəsən, məclisdəsən, orada yediyin ətlərin sümüklərini mənə at. Mən it kimi, söhbətə baxa, bərkdən hürürəm. Nizami elə söz deyək. Astronom, yəni ulduz elmini bilməyən adamdır da. Böyük Səd-i Əkbər deyirlər. Səd-i Əkbər bürcünün alfa ulduzudur. Əslində çox güclü bənzətmədir, metafora var burada. Çox gözəl metafora var. Nizamiyanə sözdür də. Bir var ki, desin ki, mən biraz pul ver xərcləyim də, əsər yazmışam sənin üçün. Bir də var, bunu belə deyir də. Onu da deyim sizə ki, deməli, Bəhram Şah eşidəndə ki, Nizami əsərini gətirib, taxtdan düşüb qaça-qaça çıxıb qabağına. Qaça-qaça çıxıb qabağına ki, Nizami gəlib və əsər gətirib. Nizami Gəncəvi, Şeyx Həkim o vaxtı Qanarar tarixində yeganə olaraq bu kişi hər misraya bir dənə qızıl pul alıb. O vaxtı bir beytə qızıl pul verirlər, 2 misraya. Amma Nizaminin əsərlərinə hər misraya qızıl pul verirlər ondan sonra. Yəni, artıq Bəhram Şah eşitdi ki, bu nə əsərdir belə? Bu necə dahiyanə əsərdir? İnsanları, özü ki, sirlər xəzinəsi deyə bu. Hələ belə şey deyil. Hər bir hekayətində bir böyük fəlsəfə gizlənir ki, bu budur, bu budur, bu budur. Öyrədir. Hər misrası şahı yerindən dəbərdir ki, nə oturmuşsa taxtında belə rahat. Sən də keçəcəksən, sənin yeri bir başqası da gələcək. Bu taxtda əvvəl başqa kişi də oturmuşdu. Yəni, sən insanlarla insan kimi rəftar elə. Yəni, Nizami çox böyük humanist olaraq, dünyanın da məğzini bilərək, həkim sözü də boş yerdə, indi həkim sözünü də izah eləyərəm nədir. Bunları əsərlərində göstərə bilib və Nizaminin əsərlərini oxuyan hər hansı bir insan onu dərk eləməyə çalışsa, elə gözəl təmizlənir ki, bir dənə də xılt qalmır. Ümumiyyətlə, dərk etmək mümkündür Nizamini, Firdun müəllim? Nizamini dərk etmək mümkündür, təbii ki, mümkündür. Nizamini yazdığı kimi oxuyasan və düşünəsən. Bax, Nizami həmin əsərdə, yəni Məxzənül Əsrarda 4 dənə nət yazıb. Niyə 4 dənə yazıb? Hələ bir dənəsi bəsidir. Ya da onlar hamısını birləşdirərdi, bir dənə olardı da. Məsələ bundadır ki, Nizami Gəncəvi həddindən artıq zəhmətkeş kişi idi və hər gün də yazırdı. Hər gün. Mən onu niyə deyirəm? Yəni, Nizami özü əsərlərindən məlumat verir ki, Qurbansoy bunu de. Bax, Nizami Gəncəvi İskəndərnamə əsərini
yazmamışdan qabaq həcdə olub, həc səfərində olub. Həc səfərdə 1 il çəkirdi sərasər. Yəni getmək və qayıtmaq. 1 il müddətində bu həc səfərindədir də. Təbii ki, heç nə yazmayıb. Yolda olanda nə yaza biləcəksən ki? Ola bilər ki, təəssüratları belə xırdapara qeyd eləyəsən özün üçün. Amma epik əsər yazmaq mümkün deyil axı. Özü ki, heç nə də, kitabxanan da yox, heç nə yox. Sən nə yazacaqsan ki? Nizami deyir ki, qayıdıb gələndə, İskəndərnamənin başlayanda deyir ki, ay Nizami, bu qədər də işsiz qalmaq olar. Yəni, 1 il sərasər sən heç nə eləməmsən. Halbuki sən hər gün işləyirdin. Bax, bu cümlə, bu poetik cümlə məni düşündürdü ki, Nizami niyə bu sözü deyir? Sonra ondan sonra o əsərlərinə bir başqa gözlə baxanda görürəm ki, Nizami niyə bunu dedi? Hər gün işləyirdi axı. Nə edirdi o? Əruzun bir tutalım ki, təfiləsini götürüb, bütün əsər o təfilədə olacaq da. Hansısa bir kitabı oxuyub, orada bir elmi məlumat bunun xoşuna gəlir. Götürür onu poetik dildən həmin təfiliyə uyğun 2 beytə ya 3 beytə sığışdırıb qoyur. Ya elə 1 beytə sığışdırıb qoyur. Elə beytlər yığışır, xeyli çoxalır. İndi məsələn dünyanı dərk haqqında yazanda ki, bu dünya nədir? Biz burada niyə gəlmişik? Hələ gəzməyə mi gəlmişik? Yoxsa hələ nəyisə öyrənməyə gəlmişik? Təbii ki, Quran-ı Kərimdə bu sualların hamısına cavab var. Nizami Gəncəvi də Quran-ı Kərimin hafizi idi, əzbər bilirdi. Bütün onları da və üstə gəl şairlərin, alimlərin yazdıqlarını da hamısını bir yerdə Nizami Gəncəvi xəmir kimi yoğurub, çox dadlı nəsə pişirirdi. O nəsələr elədi ki, indi də o dadını itirməyib. Yəni, o sirlər ki, biz deyirik, o sizin də verdiyiniz sualda ki, nə yoxdur, nəyi dərk eləmək mümkün deyil. Bax, o dadın, duzun məğzidir. Nizami bunu necə eləyib? Bax, Nizami Gəncəvi öz qəbrini təsvir edib. Təsəvvür edirsiniz? Mən məsələn öz qəbrimi necə təsvir edeyim? Hələ ölməmişəm ki. Nəinki siz, heç kim yəqin. Məsələn deyirəm də. Amma Nizami eləyib bunu. İskəndərnamə əsərinin sonuncu hissəsində kitabın belə son sözündə Nizami öz qəbrini təsvir edib. Deyir ki, ey dağ kəkliyi, indi cavan oxucusuna müraciət edir. Əgər sən mənim qəbrimi ziyarətə gəlsən, mən sənə yuxarıdan nur tökərəm. Yuxarıdan deyəndə, yəni məqbərənin yuxarı hissəsindən mən sənin üstünə nur tökərəm, işıq tökərəm. Mənim şüşə kimi hamar qəbrimin üstünə ərvi çəksən və göz yaşları döysən, mən sənin ürəyindəki niyyətləri bilib sənə onu qazanmaqda kömək edərəm. Adam təşkil bu kişi nə deyir? Bu kişi qəbrini görür. İndinin özündə də bundan əvvəlki məzarı da Nizami Gəncəvinin elə olub. İndi xüsusilə ağ mərmərdir. İndi lap elə baxanda şüşə kimidir. Yəni, bilirsiniz, bunlar Allaha yaxın mərtəbələrdir. Hər bir insana qismət olmayan yüksəklikdir. Və bu yüksəkliyə qalxanda dəxli yoxdur. Hansı millətdən olursa olsun adamlar, sənin əsərlərini oxuyanda elə bir ki, sən onun əlindən tutub, heç olmasa bir 4-5 metr yuxarı qaldırmışsan. Özünü yerdə yox, yerdən yuxarıda hiss edir. Amma Nizami fələklərin fövqündədir. Elə belə deyir bu. Mən belə Nizami Gəncəviyə o qədər məftun olmuşdum ki, elə tələbəlik vaxtından, ağlım kəsəndən, onu yazdığı kimi oxumağa çalışandan ki, bu sözü necə dedi? 4-5 sözlə baxırsan ki, misranı da tamamladı. 8-10 sözlə böyük bir fikir dedi.
Ha, indi sən bunu gəl tərcümə elə də. 10 dənə sözlə yox, 20 sözlə də sən o söz tərcümə edə O bilirsən. mənanı ora sığdırmağa çalış. Sığdırmaq mümkün deyil də, ona görə tərcümə çətindir. Əziz dinləyicilərimiz, söhbətimizi davam etdiririk. Filologiya üzrə fəlsəfə doktoru Firidun Qurbansoy bu gün mənimlə həmsöhbətdir. Nizami söhbətlərində Dahi Nizaminin yaradıcılığına, şəxsiyyətinə, nizami varlığına azacıq da olsa işıq salmağa çalışırıq yenə və Firidun, mən sizdən soruşmaq istəyirəm. Nizami Gəncəvini dünya ədəbiyyatında bənzərsiz edən nədir? Yəni bayaqdan bəri danışdıqlarımızdır, yoxsa Nizamidə fərqli nəsə var ki, o dünya ədəbiyyatına bənzərsizdir? Yəni biz bu gün Dantedən də danışanda, Faustdan da danışanda, Şekspirdən də danışanda, həmçinin Şərq ədəbiyyatının dahilərindən danışanda mütləq Nizamidən stat gətiririk. Mütləq Nizaminin onların yaradıcılığına necəsə təsir göstərdiyini deyirik. Nizamini fərqləndirən nə idi digər dahilərdən? Ədəbiyyat tarixinə belə diqqətlə baxanda, tarixi baxımdan, onu götürək ki, Avropada qədim Yunan ədəbiyyatını saymasaq, cahiliyyə dövrü idi də. Hələ Dante'nin deyir, neçənci əsrdir ki? 13-cü əsrdir də. Onların Avropanın ən böyük şairi. Ondan sonra gələnlər də yavaş-yavaş əsr tutalım. 16-cı əsrdə 16-cı əsr qeyri-adi əsrdir. Burada dahilər əsridir. Avropa, yəni şərq deyirlər də. İndi bizə şərq deyirlər. Biz də Avropalılar bizə şərq deyir. Biz də indi şərq deyək. Əslində İslam sivilizasiyası, İslam çevrəsi desək daha düz olar. Bizdən çox şey öyrəniblər. Həm elmdə, həm mərifətdə, həm poeziyada. İndi bunu qoyaq o tərəfə keçək qədim dövrə, qədim Yunan ədəbiyyatına, qədim Yunan filosoflarına, qədim Yunan teatrına. Bunlarda bu ideyaların hamısı Zərdüşt əleyhissalamın Avestasından gəlir. Zərdüşt əleyhissalam bilirsiniz ki, sonradan İbrahim Peyğəmbər adı ilə tanındı. Zərdüşt bərabərdir İbrahim Peyğəmbər. Atasının adı Azər idi. Quran-ı Kərimdə onun adı keçir. Bibliyada o da var. Və o qətiyyən Yahudi deyildi. Yahudilər öz peyğəmbərlərinə lətifə qoşmazlar. Gör Musa əleyhissalam haqqında bir dənə lətifələri var. Amma Abğam Sağa, Abramla Sara. Arvadın adı Saray idi, Peyğəmbərimizin. 3-cü arvadı idi o. Ondan qabaq bunun 3 həyat yoldaşı olub, 6 övladı olub. 3 oğlu, 3 qızı. 3-cü qızını əri verəndən sonra, əri verən günü hələ 77 yaş 40 günlüyündə idi. Adamlara dedi ki, bütün qovum əqrəbəsini yığmışdı, fürsət idi də, qızının toyu idi. Dedi, mən burada daha qala bilmirəm. Çünki Avestaya mitraizmi salıblar, ateşpərəstliyi salıblar. Mən burada dözə bilmərəm. Mən buradan köçürəm. Kim mənə gedir, getsin. Uşaqları dedi ki, yox, biz burada kök salmışıq, getmirik. Ne yaxşı, onda gedin Savalanda yalandan bir qəbir qazıyın. Deyin ki, atamızı bir türk əskəri öldürdü və biz də burada dəfn eləmişik. İndi özünə can ora gedirlər ziyarətə. Boş qəbirdir. Amma özü atasını da götürdü, yoldaşını da götürdü, getdi Babilistan'a, oradan da getdi Fələstinə, xülasə Misrə, oradan da Fələstinə. Bunlar Quran-ı Kərimdə var. Bibliyada var ki, onun arvadının adı Saray idi. Yığını atdılar o tərəfə. El nəğmələrində var da, Saray xanım sarayından çıxanda ağ gərdənə həmailin düzəldə. Neysə də o xalq nəğməsində var o. Apardı sellər sarayı, bir ala gözlü balayı. Yəni saray heç bir dünya xalqlarının ad sistemində yoxdur. Təkcə Azərbaycanda var. Heç Orta Asiyada da saray adında adam yoxdur. Yəni bu bütün ərəb müəlliflərin də yazdığı ki, Zərdüşt əleyhissalam Urmiya ətrafındandır, Azərbaycandandır. Və üstə gəl, bütün bu sistemdə bilirsiniz ki, Yunanlar tərəfindən maraqlandı və bunlar bu əsərləri Avestadan ideyalar götürüb fəlsəfələrini qurdular,
pyeslərini yazdılar, dram əsərlərini yazdılar, ədəbiyyatları oldu, düşüncə tərzləri oldu. Olimpiyada bilirsiniz ki, Makedoniyalı İskəndərin anası idi. O oğluna təlqin eləyirdi ki, sən gedib mütləq İrana hücum eləməlisən, gedib Avestanın tam mətnini yandırmalısan. O tam mətndən bir dənəsi Efes məbədində idi. Efes indi Türkiyənin şəhəridir. Orada Artemida adında bir məbəd vardı. Artemida məbədində 20.000 miqyası təsəvvür edin. 20.000 buzov dərisinə yazılmış Avestanın tam mətni vardı. 2 milyon misra. Öz hamısı da qızıl tozu, zəfəran suyu, bir də düyü nişastasının qarışığı ilə yazılmışdı. O bilirsiniz də dərinin bir tərəfi adətən hamar olur, o bir tərəfi dığır-dığır olur. Bəli. O dığır-dığır olan yeri yazırdılar ki, həmin bu mürəkkəb hopsun onun içinə. Sonra nə qədər qaşıyırsan qaşı pozulmur. O tam mətni elə idi, bir də dəridir də. Ona görə də 2 aydan bir, 3 aydan bir onu zeytun yağı ilə silirdilər ki, zeytun yağı onun qurumasına səbəb olmasın. Çatlamasın. Bilirsiniz ki, quruyanda peçeyni kimi çırt sındı. Amma yağ sürtəndə elastikliyini qoruyur. Onda deməli İskəndəri dünyaya gətirməyə hazır gün 1-2 gündə Herostat adında bir dəfəri çağırır. Bir oz qızıl verir ki, gedginən Artemida məbədindən o Avestanın tam mətnini yandır. Onsu da yağlıdır, bir dənə balaca ot düşəndə hamısı yanacaqdır. Deyir, səni tutacaqlar. Sən də özü qoy gizliyə deyinən ki, bəs gördüm adım tarixə yaxşılığıyla düşmür, dedim heç olmasa pisliyi ilə də olsa düşsün. Herostat şöhrəti ilə düşür tarix adı. Amma sən buradan, mən də deyir, kömək eləyəcəm, sənə cəza verməyəcəklər və çıxandan sonra sənə yenə də mən mükafat verəcəm. Onu eləyir. Oğluna da deyir ki, yeganə nüsxəsi Tisfun şəhərindədir. Ktesifon deyirlər, yəni o vaxtki paytaxt idi. Əhmənilər şahlarının paytaxtı idi. O da getdi, tarixi məndən yaxşı bilirsiniz, getdi onu icra eləmək istədi və elədi. Və ondan sonra da başladı Hindistana tərəf getməyə. Yəni demək lazımdır ki, fındıq boydan yerdən çıxmısan da, gəl bu boydan imperiyanı tutmusan, Hindistanda nə azarın var? Ona görə getdi ki, Zərdüştilər, əsl Zərdüştilər, ateşpərəstlər yox ha, ateşpərəstlər qəbirdir, qəbir. Qəbir, yəni ota sitayiş eləyənlər. Amma Zərdüştü İbrahim Peyğəmbərin ardıcılları deməkdir. O tək Allahlıq dinini gətirmişdi. Onlar da bildilər ki, İskəndər gəlir və nə üçün gəlir? Qaçıb getmişlər Hindistana. 200 il səslərini çıxartmadılar. İbadətlərini elədilər, evlərini oradakı kimi tikdilər. İndi məsələ bundadır ki, bunlar ibadət eləyəndə musiqi ilə, muğamla ibadət edirdilər. Hindlilər də baxdılar, bu nə gözəl musiqidir. Hind raqları oradan əmələ gəldi. Yəni bizim muğamları öz, necə deyirlər, lad sisteminə, öz məqam sistemlərində ifa elədilər, raqlar əmələ gəldi. Yəni Allah Teala bu dünyanı elə maraqlı edir ki, bir mədəniyyət gedir, ikinci bir dəxli olmayan mədəniyyətin içinə düşür, orada təzə bir mədəniyyət yaradır. Bax, məsələn, mən bəşəriyyətin tarixini araşdırmaq istəyəndə görürəm ki, Allah Teala'nın bu hökmü necə maraqlıdır ki, insanları daha da kamilləşdirsin. Bax, Nizami Gəncəvi təbii ki, Avestanı da bilirdi. Məsələn, onun İskəndərnamə əsərində müğənninamə deyirlər. Hər hansı bir bəhs bir dübeyti ilə başlayırdı. Yəni iki beytlə başlayırdı. Onların birində deyir ki, ey xanəndə, sən bizə Zərdüştü kahinlərinin havacatı kimi oxu. Onlar da bilirsiniz necə oxuyurlar? Hələ indinin özündə də Zərdüştü toplantılarında onlar sözləri
Bakı muğam sistemindəki kimi oxuyurlar. Yəni nə qışqırırlar, nə şey, adi söhbət kimi səhnə danışır. Ancaq muğam havacatının üstündə. Qışqırma yoxdur. Yəni əsas mənanı çatdırmaq. Bəli. Həm də mənanı gözəl çatdırır da. Yəni bir fikir ver, gör mən nə deyirəm. Bu sözün içində gör nə var. O mənada, məsələn, Nizami Gəncəvi təbii ki, onları görmüşdü də və eşitmişdi də. Çünki heç ola bilməz ki, sən eşitmədiyin bir şey haqqında konkret müraciət edəsən ki, belə oxu. Məsələn, soğuk havalarından xəbər verir Orta Asiyada. Bu kişi hər şeydən xəbərdardır. İndi soruşsarsınız ki, onu hardan bilirdi? Gəncə elə bir yerdən idi ki, Çindən gələn Böyük İpək yolunun üstündə idi. Oradan Avropaya getmək asan idi. Avropadan da gəlib oraya gedəndə buranı tapdalayı keçirlər də. Nizami Gəncəvi də o tacirləri deyir ki, mənim filan kitab lazımdır. Bir ovuc qızıl verir ki, o kitabdan mənim üçün tap. Yolun üstündə soraqlaşlar. Onlar kitabları gətirirlər Nizamiyə. Bəs İskəndər haqqında yazanda nə deyir? Mən deyir, nə qədər kitab var, əldə elədim. Nizami qədim Yunan dilində bilirdi, Firidun müəllim. Bilirsiniz, orada Nizami belə çox yüngül keçir onun işinsindən. Deyir, Nəsrani dilində filan əsərləri, kitabları oxudum. Ola bilər ki, çox mükəmməl bilməsə də, hər halda Yunan dili bilən adamla oturub danışa bilər ki, bu kitabı oxu mənim üçün. Yəni, onun mənası nədir, məğzi nədir? Yəni, rabitə var idi. Lap hələ tacirlər də, Yunanistandan gələn tacirlər də gedirdi də. Onlarla da söhbət eləyə bilərdilər. Bilirsiniz, ərəb dili, fars dili, türk dili, bu üç dil yaxın İslam şərqinin əsas dilləri idi ki, bu dilləri bilsən, hara etsən get. Bu dillərin birini bilməyən heç olmasa o birisini biləcək. O mənada Nizami Gəncəvi bu üç dilin üçünü də çox mükəmməl bilirdi. Hətta onun tədqiqatçılarından biri belə bir söz yazmışdı ki, Nizami türkçə danışır, türkçə düşünürdü, farsça yazırdı. Bu nə cümlədir? Bu mənasız cümlədir. Nizami Gəncəvi hələ türkçə düşünüb, türkçə yaza da bilərdi. Farsça yazıbsa deməli, həm də farsça düşünüb də. Ərəbcə də yazsaydı, ərəbcə bizim əlimizə onun əsərlərindən gəlib çatmayıb. Yəqin ki, yazıb. Çünki heç ola bilməz ki, ərəbcəsi olmasın. Məsələn, Xaqaninin ərəbcəsi var. Niyə əlbəs Nizaminin olmasın? Nizami Gəncəvi, Gəncədə yaşadığı müddətdə 23 şair vardı. 23 şair hamısı da farsça yazırdı. Nizamidən biraz qabaqda, Nizamidən biraz sonra da o şairlər yazdılar, yaratdılar, amma ki, o əsərləri həddindən artıq zəif idi. Firidun müəllim, mən istəyirəm ki, Nizaminin az danışılan bir məsələsinə, yaradıcılığının bu tərəfinə də toxunaq, qəzəllərinə. Çünki adətən biz onun məsnəvilərindən, poemalarından danışırıq, o möhtəşəm beşlikdən söhbət açırıq, amma Nizami qəzəl də yazıb. Və Nizaminin qəzəlləri doğru tərcümə olunubmu dilimizə, yoxsa orada da onun çatdırmaq istədiyi bəzi məqamlar var, xüsusilə ilahi eşq məsələsinə mən toxunmaq istəyirəm, irfani məqamlara. Onlar doğru tərcümə olunubmu? Bu sahədə hansı boşluq var? Bilirsiniz, Nizami Gəncəvinin əlbəttə ki, divanı olub, kamil divanı olub. Məsələn, Şirvanşahla görüş səhnəsini təsvir eləyəndə o deyir ki, mən atı çox sürətlə sürürdüm ki, Şirvanşahla görüşə gedim rahat vaxtında çatan. Mənim ürəyim atın ayaq səslərindən daha da sürətlə döyünürdü. Uzaqdan gördüm ki, mənim qəzəllərimi oxuyurlar, mənim divanımdan oxuyurlar. Muğamın üstündə təbii. Şaha da xəbər verirlər ki, Nizami gəlir, atla gəlir. O dedi ki, içkini yığışdırın. Məclisdə, süfrədən içkini yığışdırın. Nizami gələndə bizi öz sözləri ilə məst edəcək. İndi Nizaminin dediyiniz kimi epik əsərlərindən başqa, lirik əsərləri də vardı və divanı da bütöv idi. Amma zaman-zaman o divandan bizim əlimizə gəlib çatan çox cüzi bir hissə qalıb. Bunun içində qəsidələr də var, qəsaid hissəsi də var, qəzəliyyat hissəsi də var, qəzəllər də var, rübailər də var. Sonradan böyük mübahisələr getdi ki,
Məsələn, bu Nizaminindir və yaxud da Nizaminin deyil, başqa tutalım ki, cüngülərdən də İran ərazisində araşdırıblar. Orada deyiblər ki, bu Nizaminindir. Məsələn, Səid Nəfisi çox böyük zəhmət çəkib o barədə. Nizaminin lirik əsərlərini çap edib. Yaxşı pis kitab halında var. Yəni ayrıca bir külliyatının fərz edək ki, xəmsiyə dəxli olmayan hissəsi kimi divanından parçalar. Tam halda təbii ki, deyil. Bunlar da son dərəcə böyük sənət nümunələridir. Əvvəla fars dilinin bütün incəliklərini özlərində əhatə edir. Poetik dilin ən yüksək səviyyədə işlənmə xüsusiyyətləri lap nümunə şəklində poetika dərslərində ondan istifadə eləmiyorlar. Məsələn, indi tərcümə olunub da, məsələn, gəlmiş idi rədifli Cəfər Xəndan tərcümə edib. Farsçası Amədə bud gəlmiş idi. Özü yaxşıdır tərcümədir ya. Çünki əvvəla burada süjet var. Süjetli qəzəlləri tərcümə edəndə alınır. Və sanki insanın gözünün qarşısında bir mənzərə canlanır. Hadisələr də, hadisə gəlir və yekun da var. Nizami Gəncəvi çox böyük söhbətçil kişi idi. İstənilən adamla elə danışırdı ki, öz məqsədini göstərirdi orada. Nə istəyirsə bu kişidən, tutan qabağındakı insandan, söhbəti elə gətirirdi ki, elə sonla gətirirdi ki, bu istədiyini ondan ala bilirdi. Məsələn, Şirvanşahdır da, küll ixtiyar sahibidir, şahdır, filan yerə gedək, getdik, indi ova gedək, getdik. Filan kəs xoşuma gəldi, buna bir oz qızıl ver. Filan kəs xoşuma gəlmədi, kəsin başını. İndi küll ixtiyar sahibidir də. Nizami Gəncəvi də bilir ki, bu gəlib ona sifariş verməyə, əsər sifariş verməyə, Leyla və Məcnunu yazmağa. Fikir verdinizsə, mən Leyla dedim, Leyli demədim. Əslində Leyladır. Leyli sözünün mənası yoxdur. Amma bizə bu vaxta qədər Leyli olmaz da. Neysə, orada Nizami Gəncəvi fikirləşir ki, bu şahla görüşəcək də. Şahın rəğbətini qazanmaq üçün təbii ki, bir zarafat da lazımdır, bir şuxluq da lazımdır. Məsələn, o bilirsiniz ki, çox belə insanı riqqətə gətirən sevgilinin görüşməsi, özü də gecə xəlvətcə. Gecə xəlvətcə bunun evinə bu sevgilisi gəlib, daha burada nə hansı problem ola biləcək ki? Və bütün o prosesi də beyt, qəşəng gətirir. Hamı da maraqla gözləyir ki, axırı necə olacaq? Nizami Gəncəvi axırda deyir ki, xurət sövgəndi Nizami besəri Şirvanşah. Nizami Gəncəvi deyir, Şirvanşahının başına and içir ki, məsələn, biz deyirik, sənin canın, sən canın. Sənin canın üçün ki, bu düzdür. Amma farsça sənin canın üçün demirlər, sənin başın üçün deyirlər. Nizami Şirvanşahın başına and içir ki, bütün bunları hamısını yuxuda görüb. Bir novella, qəzəl novella janrı yaradıb. O vaxta qədər yox idi. Nizamiyə qədər belə bir şey yox idi. Nizami birinci dəfə yaradıb. Bunun təsiri də təbii ki, böyük qəhqəhələrdir, böyük sevincdir və üstəgəl orada ərk var. Şahla Nizaminin burada mənəvi, dostluq məsələləri arasında bir bərabərlik işarəsi var. Özünü şahdan aşağı hiss eləmədi. Şaha yaxın, hətta şahla eyni təndə olduğunu göstərə bildi. Bilirsiniz, bunlar hamısı o qədər böyük keyfiyyətlərdir ki, siz onu düz deyirsiniz. Nizaminin lirik əsərləri qismən az öyrənilib, ancaq öyrənilib. Xəlil Yusifov xüsusi dissertasiya yazıb o barədə. Həm namizədliyi, həm doktorluğu ondandır. Nizami Gəncəvinin əsərlərini biz həqiqətdə də çox təəssüf olsun ki, nə orta məktəbdə, nə ali məktəbdə yaxşı öyrədə bilmirik. Məsələn, bəlkə də bu farsça yazmağından irəli gəlir. İran ali məktəblərində filoloqlar Nizamini bir semestr təkcə Nizamini öyrənirlər. Amma biz 3 qoşa saatda Nizamini xətm edib qutarırıq. 10 qoşa saatda da Nizamini öyrənib qutarmaq mümkün deyil. Onun incəliklərinə, onun sözünün
vibrasiyasına nətər yazıb onu, onun akrobatikasına ki, bu Nizami neynədir da bu? 4-5 dənə sözlə bu necə oynatdı sözü, necə dedi. Mən əlbəttə ki, efirimizin sərhədlərini bilirəm, ona görə də nümunələri demirəm. İnşallah maraqlandırıram oxucuları ki, kim istəyirsə getsin oxusun və görsün ki, mən doğrudan da yalan danışmıram. Nizami əlbəttə ki, çox-çox böyük təriflərə layiqdir. Bir var ki, ümumi sözlər deyəsən, bir də var ki, onun əsərlərinin içindən çıxış edib onları göstərəsən. Amma elə adi çəkdiyiniz misalda da Firdun müəllim, o gəlmiş idi məşhur Rədifli qəzəlində. Siz danışa-danışa mən fərqinə vardım ki, doğrudan da əksər, yəni təbii ki, mən populyar məşhur olan qəzəllərdən danışıram da, o şərq ədəbiyyatının məşhur qəzəllərindən. Orada daha çox əzab çəkən aşiq, yəni sonluğu o qədər də gözəl bitmir. Nizami isə doğrudan da sanki bir əhvalat danışır, kulminasiyaya çatır və sonda gözlənilməz sonluq novella kimi bitirir qəzəli. Yəni belə mən ondan başqa xatırlamadım. Bəlkə siz xatırlayarsınız, amma mən xatırlamadım. Yoxdur. Məsələn, Füzulidə də yoxdur. Yəni Füzulidə daha çox ilahi eşq, əzab çəkən aşiq, o ilahi eşqə, irfani eşqə çatmaq istəyən aşiq obrazı var. Nizamidə də var təbii ki bu, amma məhz bəli, bu misal gətirdiyimiz qəzəldə bir sanki satira var, yumor var. Oradan çox maraqlıdır. Nizaminin dahiliyi bunda. Bəhram Gürlə başlayır da fars ədəbiyyatı, fars şeiri. Bəhram Gür da türkizaddır. Yəni onun anası türk idi. Yəni fars şeiri, fars dilində ilk nümunələr Bəhram Gürün şeirləridir. Ondan da bir 4-5 beyt qalıb. Ondan sonra belə xeyli divanı qalan Rudəkidir. Rudəkinin də şeirləri çox gözəldir. Amma o gözəlliyin içində əlbəttə ki, Nizami ilə müqayisə olan səviyyə deyil. Və Lalla Firdevsini götürür. Firdevsi belə nəhəngdir də, böyük şairdir. Amma Nizami ona qoca deyir. Çünki qocanın ürəyindəki olan hisslər cavanın məhəbbəti qədər zərif ola bilməz. Nizami böyük şövqlə, böyük məhəbbətlə təsvir edir sevgi hisslərini. Amma bu Firdevsidə yoxdur. Firdevsində sərt sözlərdir. Məsələn, fəulun, 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 fəul, mütəqaribin belə döyüşkən ki, təfiləsində o sevgini vermək də elə asan deyil. O, qabağına bir də məqsəd qoymuşdu ki, bütöv İran tarixini mütəqariblə yazıb qutaracaq. Ondan qabağı dəqiqi yazmışdı, o da az yazmamışdı, girişi yazmışdı, sonra da ömrü vəfa eləmədi, işin ardını Firdevsi gördü. Bunlarla müqayisə eləyəndə əlbəttə ki, Nizami bir 10 baş böyükdir. Çox sağ olun Firdun müəllim. Mən sizə təşəkkür bildirirəm. Düşünürəm ki, Nizaminin görünməyən tərəflərini bir balaca da olsun aydınlaşdırmağa və işıq salmağa çalışdıq bugün. Siz çox sağ olun ki, şirkətiniz sağ olsun ki, belə bir fürsəti mənə verdi. Siz çox olun. Sağ olun. Çox sağ olun. Minnətdaram. Əziz dinləyicilərimiz, Nizami söhbətlərində daha bir görüşümüz belə deyim sizinlə başa çatdı. Bugün filologiya üzrə fəlsəfə doktoru Firdun Qurbansoy müəllimlə həmsöhbət idi. Diqqətiniz üçün təşəkkür edirəm. Özünüzə və planetə yaxşı baxın deyirəm.